Yeni Yasamalda 286 nömrəli məktəbin və Gülüstan Şadlıq Sarayının yanında 9 mərtəbəli binanın 4-cü mərtəbəsində qanuni 2 otaqlı, tam təmirli və təmirdən sonra yaşayış olmayan bir mənzil sizlərə çəkib təqdim edəcəm. Videodan da göründüyü kimi hal-hazırda mənzilin qonaq otağı hissəsindəyik. Kifayət qədər genişdir mənzilimiz, yelçəkər bir mənzildir, qanuni 2 otaqdır, orta mənzildir, orta blokdur, yeni təmir olunub və təmirdən sonra yaşayış olmayan bir mənzildir. Görürsünüz, qonaq otağımız bu formadadır, qarşısı açıqdır, gün düşən bir mənzildir. Burada giriş qapısı yerləşir, giriş qapısından daxil olduqda dəhliz hissə bu formadadır. Burada mətbəx, qonaq otağı, qardirob, sanitar qovşaq və burada isə mənzilin yataq otağı yerləşir. Yataq otağını sizlərə göstəreyim. Görürsünüz, bu formadadır, kifayət qədər genişdir. İstilik sistemi kombidir, radiatorlar da otaqlarda yerləşdirilmiş şəkildədir. Görürsünüz, bu formadadır. Onu da qeyd edeyim, bütün mənzil istipolla təchiz olunub. Daha sonra keçid alaq mən sizə sanitar qovşağını göstəreyim. Burada sanitar qovşağımız yerləşir, döşəmə isti döşəmədir və bütün hamam tualet aksesuarları ilə təchiz olunmuş şəkildədir. Burada qardirob hissə yerləşir, artıq əşyalarınızı, əlavə əşyalarınızı bura yerləşdirə bilərsiniz. Hər evdə də ən lazımlı yerlərdən biridir qardirob hissəsi. Burada isə mənzilin mətbəxi yerləşir, görürsünüz, çox genişdir. Bu formadadır. Bura mətbəx mebeli yığdıra bilərsiniz. İstilik sistemi kombidir, radiator və kombi aparatı orada quraşdırılıb, qarşısı açıqdır. Belə dəyərli izləyicilər, mənzil haqqında ümumi məlumat verim. Mənzil yerləşir Yeni Yasamalda, Gülüstan Şadlıq Sarayının tam yanında yerləşir. 9 mərtəbəli köhnə tikili binanın 4-cü mərtəbəsindədir. Orta blokdur, orta mənzildir. Qanuni 2 otaq, yelçəkər və təmirli bir mənzildir. Mənzilin qiyməti 169.500 manat təşkil edir.